Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə yeni videola xoş gördük hər birinizi. Bu gün sadə Ramazan pidəsi hazırladım. İstədim hazırlayarkən sizinlə də bölüşüm. Bunun üçün 1 stəkan ilıq süd, yarım stəkan ilıq su, 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 3 xörək qaşığı duru yağ, 1 çay qaşığı maya əlavə edib qarışdırdım. Sonra üzərinə 4 stəkan yarım un əlavə edib yumşaq bir xəmir yoğurdum. Xəmiri yoğurduqdan sonra üzərindən salafan çəkirəm, dəsmal qoyub bükürəm mayalanmağa. Artıq xəmirimiz mayalanıb üzərindən salafanı götürürəm, havasını alıram, sonra 2 hissəyə bölürəm. Xəmiri 2 hissəyə böldükdən sonra siz istəyə görə, yəni 3 hissəyə də bölmək olar və yaxud da bir gündə də etmək olar. Mən burada 2 hissəyə böldüm, 2 gündə hazırladım. Bişirəcəyimiz listin içərisinə yağlı kağız sərirəm və kündəni beləcə yayıram. Belə yaydıqdan sonra üzərinə əlimlə forma, yəni naxışlar verirəm, qoyuram təxmini yarım saat mayalanmağa. Yəni kündəyə düşsün. Yarım saat dincəldikdən, yəni kündəyə düşdükdən sonra çəngəllə və yaxud da əlimizlə naxışların üzərindən təkrar keçirik ki, bişdikdə naxışları itməsin. Naxışları etdikdən sonra yumurta üzərinə yumurta çəkirəm, süngüt və yaxud da çörək otu səpirəm və qoyuram bişməyə. Üzərinə yumurtasını və çörək otunu səpdikdən sonra alt üst rejimdə isitdiyim 200 dərəcəli sobada bişirirəm. Çox qəşəng, sadə çörəklər də demək olar, Ramazan pidəsi də artıq hazırdır. Çox dadlı, pambıq kimi yumşaq Ramazan pidələrimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Allah bütün tutulan orucları, edilən duaları qəbul etsin inşallah. Bu günlük bu qədər. Videonu izləyib bəyənməyi unutmayın. Sağ olun, sağlıqla qalın.